Bugün tekrar mövzulardan horizontallar, coğrafi koordinatlar və təhrif mövzusunun cavablarına baxacağıq. Birinci suala baxaq. Birinci sualda deyilir ki, sxemaya əsasən nöqtələrin yüksəkliklərinin düzgün müqayisəsinin göstərildiyi bəndi seçin. Horizontalla əsasən görürük ki, beşiklər kənaradır və bu təpədir. Deməli, ən yüksək nöqtə B olacaq. Və digər nöqtələri müqayisə etmək üçün ilk horizontaldan başlayaraq digər horizontallara rəqəmləsəmiz çox rahatlıqla cavab tapa bilərik. Bunu birinci horizontal kimi götürürük. 2. Deməli, ən aşağı nöqtə L-dir. Ən aşağı L olduğu cavablar A-da yoxdur, çıxırıq. Y-də yoxdur. C ilə B-də, ona görə onları saxlayırıq. Sonra, 3-cü horizontala baxaq. X 3-dədir. A 3-ə düşmür. Deməli, sonra X olmalıdır. Deməli, X hər iki variantda X-dir. Deməli, sonra 4-cü S və A. S və A bir-birinə bərabər olmalıdır. S və A-nın bərabər olduğu bu görürük B variantı, deməli cavab B-dir. Sonra 5-ci K-dır. 6-cı isə B-dir. Doğru cavab B variantı. A və B xətti üzrə hündürlüyün dəyişməsini düzgün göstərən qrafik kəsmə yüksəkliyi də deməli 5 metrdir. Gəl baxaq A-nın yerləşdiyi hündürlüyə. Deməli 90 metrdirsə, burada da 80 var və kəsmə yüksəkliyi 5 isə, deməli bu nöqtə 85-dir. Deməli A 85 və 90 arasındadır. A variantında olmaz. C variantında olmaz. Y ola bilər. B ola bilər, D ola bilər. Və sonra 80 və daha doğru aşağı doğru getdiyini görürük və deməli profil aşağı doğru gəlməlidir. Y-də gəlir, B-də gəlir. D-ni çıxırıq. İndi isə B nöqtəsinə baxaq. 80, 85, 90, 95, 100 plus. Deməli B nöqtəsi 100 plus olmalıdır. Y variantında 100-dən aşağıdır. B-də isə bəli doğrudur. 100-dən daha yuxarıdır və doğru cavab B variantı. A və B nöqtələri arasında ən qısa məsafənin miqyası 1 bölünsün 32 milyon 500 olan xəritə 16 santimetrdir. Bu xəritəli məsafə neçə kilometr tərəfi olduğunu tapın. Gəl məsafənin tərəfi olduğunu tapmaq üçün deməli 2 hesablama aparmalıyıq. Birinci hesablama deməli miqyasa görə həqiqi məsafəni tapmalıyıq. Miqyasa görə həqiqi məsafəni tapırıqsa 16-nı vururuq. Deməli miqyasa 5-0 silirik. Deməli 325-ə vururuq. 16-nı 325-ə vuranda edir 5200. 5200. Sonra isə ikinci daha doğrusu məsafəni tapmaq üçün paralel qiymətini hesab edəcək. A ilə B arasında görürük ki 40 dərəcəyə paraleldir. Deməli 85 onu 4-ə vuracaq. A 120 qərb uzunluğu, B 60 qərb uzunluğu. Eyni yarımkürədə yerləşdiyinə görə 120-dən 60 çıxır, 60, 60-ı vururuq. Deməli 85 onu 4-ə, o da eləyir 5124, 5200-dən də 5124 çıxanda qalır 76. Doğru cavab B. 76 kilometr tərif var. 180 dərəcə meridian üzərində olan məntəqələrdən A məntəqəsi 37 cənubi enliyində, B məntəqəsi 43 şimalında yerləşir. Baş miqyası 1 sm-də 200 km olan xəritədə bu məsafələr arasında məsafə 45 sm olarsa tərifi tapın. Yenə də burada ilk öncə meridian paralellərə görə tapırıq. 37 dərəcəlik və 43 dərəcəlik paralel. Görürük, biri şimal enlidir, biri cənub. Deməli, bunları toplayırıq, eləyir 80. Deməli, 80-in meridianal qiyməti vurur 111, olur deməli 8880. Deməli, bir cavabımız 8880-dir. İkinci cavaba baxaq. Deməli, burada miqyasa görə 1 sm 200 isə 45-ə nə qədər olar? 45-i vurur 200-ə eləyir 9000. 9000-dən də 8880-i çıxanda qalır cavab 120. Doğru cavab 120. A variantı. Təyyarə Bakı ilə eyni enlikdə yerləşən, deməli Bakı ilə eyni enlikdə yerləşməlidir. Deməli məntəqəmiz yerləşir 40 şimal enliyində. Və onunla 180 dərəcə uzunluq fərqindədir. Deməli Bakının əks meridianıdır. Deməli məntəqəmiz yerləşir 130 dərəcə qərb uzunluğunda. Yola çıxdı. O əvvəlcə 0 dərəcə, sonra isə 180 dərəcə azimutla eyni meridian çevrəsi üzrə cəmi 11100 km gedir. 11100-ü meridianal üzrə gedib dərəcə çevirmək üçün 111-ə bölür. 111-ə böləndə qalır 100. Deməli 100 dərəcə gedib. Ümumilikdə. Təyyarənin çatacağı məntəqəni tapırıq. Deməli şimala doğru, sonra cənuba doğru. Şimala doğru maksimal gedə bilər 90 dərəcə şimal enliyinə qədər, düzdürmü? Deməli bu başlayır 40 dərəcə şimalindən 90 dərəcə şimal enliyinə qədər gedir. Cəmi 50 dərəcə gedir. 50 dərəcə yerdə 50 dərəcə qalır. O isə
əks meridiandan qayıtmalı. 130 dərəcəlik qərb uzunluğu əks meridianı 50 dərəcə şərq uzunluğudur. Əks meridianları tapanda bilirdik ki, meridianların cəmi 180-i verməlidir və yaxud da 180-dən bizə verilən meridianı çıxanda yenə də eyni cavab verir. Deməli 50 şərq uzunluğudur. 50 şərq uzunluğu ilə qayıtacaq cənuba doğru. 90 dərəcəlik şimal yönündən nə qədər qayıtacaq? Onu dedik ki, 50-si 100 idi, 50-si getdi şimala doğru. Qaldı 50. 90 dərəcəlik şimal yönündən 50 dərəcə cənuba doğru gələcək. 50 dərəcə cənuba doğru gələndə elə 40 şimal yönündə 50 şərq uzunluğu. Yəni Bakının coğrafi qaynaqlarına çatmış olacaq. Doğru cavab A variantı. A və B nöqtələrinə aid olmayan əlamət. Deməli, ən yüksək nöqtə C-dir. Verilən nöqtə təpədir. Deməli, C ən yüksəkdədir. B ilə A görürük ki, eyni horizontal üzərində deyil. B daha aşağıda, A isə daha yüksəkdə yerləşir. Buradan dəqiqliyinə görürük. Deməli, gəl baxaq. Dağın müxtəlif yamaclarında yerləşirlər. Bu doğrudur, bəli, müxtəlif yamaclarında yerləşir. Bizdə isə aid olmayanı istəyir. Yəni biz bunu götürməyəcəyik. Biri çıx qoyaq. Deməli, C və E variantları cavab ola bilməz. Çökəkliyin kənarında yerləşirlər. Doğru olmayan və çökəkliyin kənarında yerləşmirlər. Kənarda horizontal görürük ki, heç bir nöqtəyə uyğun deyil. Deməli, 2 mütləq cavabdır. C nöqtəsindən müxtəlif nisbi hündürlükdə yerləşirlər. Bəli, doğrudur, bəli, baxdı. Biri bir horizontal fərq var aralarında, bir boşluq. Yəni birində isə 2 boşluq fərq var. Yəni bu doğrudur. C nöqtəsinin hündürlükdə yerləşir. C nöqtəsinin hündürlükdə yerləşmir. Təpə verilir və C ən yüksək nöqtədə verilənlər arasında. Ona görə 4-ü də cavab kimi götürürük. Və C nöqtəsindən aşağıda yerləşirlər. Doğrudur. Ən hündür nöqtədir. Xeyr, ən hündür nöqtə C. Doğru cavab A variantı olacaq. 7-ci suala baxaq. Kəsmə yüksəkliyi 15 metr olduğunu bilərək K horizontalının mütləq hündürlüyünü tapın. Deməli, verilən nöqtə çökəkliyidir. 325 metr dərinliyə malikdir. Deməli, ilk öncə daxili horizontal tapmalıdır. Rele forması mənfidə daxili horizontal tapılanda 325-dən böyük 15-ə bölünən ilk ədəd tapmalıyıq. 325-dən böyük 15-ə bölünən ilk ədəd 330-dur. İndi K-nı tapaq. Deməli, daxili horizontalla K arasında 2 boşluq var və bir boşluğun 15 olduğunu bilirik. 2 boşluq eləcək 30. 330-un üstünə də 30 gələcək, olacaq 360. Doğru cavab C variantı. Horizontallarla təsvir edilmiş dağın ətəyindən keçən horizontalın dəniz səviyyəsində yerləşdiyini nəzərə alaraq A və B nöqtələrinin zirvə nöqtələrindən müvafiq olaraq hündürlüyünü tapın. Deməli, kənar horizontal 0-dır. Bu 800-dür. Deməli, 3-cü horizontal. Arada 2 boşluq var. 800-ü bölürük 2-yə 400. Deməli, B nöqtəsi 400 metr hündürlüyə malikdir. İndi A-nı tapaq. Deməli, bu horizontal 800 isə A da olacaq 1200, çünki kəsmə yüksəkliyə görə. Müvafiq olaraq A-dan B-dən. A-dan dirsə, deməli, 1990-dan 1200 çıxırıq 790 və bir də 1990-dan çıxırıq 400-ü eləyəcək 1590. Deməli, 790, 1590. Müvafiq olaraq deyib, ona diqqətli olaq. Cavab C variantıdır. Yəni, burada D-də də 1590 və 790-dır. Görür ki, müvafiq olaraq deyəndə, yəni artıq birinci A-dan çıxdığımız cavabı götürürük. İkinci isə B-dən çıxdığımız cavabı. Doğru olmayan ifadəni müəyyən edin. A və B görək, deməli, bura 140-sa 145 B sonra 150 verilir. Bu da 155 olacaq. Deməli, A 155-dir. B isə 145 ilə 150 arasında hər hansı bir rəqəmdir. Bunu bilirik. Və rele forması da müsbət rele formasıdır. Çünki B şıtlıqlar kənara doğru çəkilib. A nöqtəsinin mütləq hündürlüyü B-dən yüksəkdir. A-nın mütləq hündürlüyü B-dən yüksəkdir. Doğrudur. Bizdə isə doğru olmayanı istəyirik. Yəni, bu lazım deyil bizə. Deməli, A variantı və Y variantı getdi. Horizontallar arasında kəsmə yüksəkliyi 10-dur. Gəl baxaq. 140, 145 görürük ki, 5-dir. Deməli, biz 2-ni doğru cavab kimi götürəcəyik. Təpənin cənub-qərb yamacı daha dikdir. Cənub-qərb yamacı bu yamacdır. Görürük ki, horizontallar daha bir-birinə uzadır. Cənub-şərqdə daha sıx çəkilib. Bu da səhvdir. 3-ü də doğru kimi götürürük. Deməli, 2-3 var cavablar arasında. A nöqtəsinin mütləq hündürlüyü 155 metrdir. Bəli, bayaqlar tapdıq. Deməli, 4 də olmaz. Deməli, doğru cavabımız artıq bildik ki, deməli, 2, 3, 5 ilə D cavabıdır. Səth axınları cənub-qərbdədir. Burada da görürük ki, sıx çəkilən yer cənub-şərqdir. Ona görə cənub-şərq olacaq. B nöqtəsinin mütləq hündürlüyü 147 ola bilər. Bəli, ona görə ola bilər ki, burada da baxdıq, B 145 və 150 arasında istənilən bir rəqəm ola bilər. A və B nöqtələri arasında məsafəni meridian üzrə kilometrdə tapın.
A nöqtəsi görürük 40 şimal enliyində, B 20 cənub enliyində. Müxtəlif yarımkürələrdə yerləşirlər, toplayırıq, eləyir 60. 60-ı da vururuq 111-ə. 60-ı vururuq 111-ə, eləyir 6660. Doğru cavab D variantı. Bakıdan 270 dərəcə azimutda 4270 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatlarını müəyyən edin. Bakıdan 270 dərəcə azimutda yerləşən, deməli, Bakı 40 şimal 50 şərq, 4270-i bölürük 85-14-ə eləyir, elə 50. 270 dərəcə azimutda deyirsə, deməli, biz məntəqə Bakıdan qərbdədir. 50-dən 50 çıxanda 0, coğrafi enliyi isə dəyişmir. Deməli, 0 dərəcə və 40 dərəcə şimal enliyi. Cavab elə A variantı. Ekvator üzərində olan A məntəqəsi 65 qərb uzunluğunda, B məntəqəsi 30 şərq uzunluğunda yerləşir. Onlar arasında ən qısa məsafə, yenə də görürük ki, biri qərb, biri şərqdir. Toplayırıq, eləyir 95. 95-i də vururuq ekvator üzərində olduğuna görə 111-ə. 95-i 111-ə vuranda 105, 10.545. Cavab E variantı. Verilən şəhərlərin yerləşdikləri paralel çevrələrin uzunluqları. Biz bilirik ki, ekvatordan qütblərə doğru getdikcə paralel çevrələrin uzunluqları azalır. Burada artan sırayla istəyirsə, demək qütbdən ekvatora doğru gəlir. Bu məntəqələrdən ən qütbə yaxın olan 3-dür. Oslo sonra Londondur, Bakı şəhəridir. Jakarta Dubaydan Dubaydır. Jakarta isə ekvatora daha yaxındır. Ona görə ən sonunda 4. 3, 2, 1, 5, 4. 3, 2, 3, 2, 1, 5, 4. Doğru cavab D variantı. Rəqəmlərlə verilmiş coğrafi məntəqələr A nöqtəsindən hansı istiqamətdədir? Xəritəyə diqqətlə baxsamız görək ki, bura Avrasiyadır, Grenlandiyadır, Şimali Amerikadır. Verilən nöqtə olacaq Şimal qütbü. Şimal qütbündən A-dan hansı istiqamətdədir? A-dan hansı istiqamətdədir? Çünki A şimal qütbüdür. Şimaldan baxanda bütün məntəqələr cənub olur. Ona görə 1-də, 2-də, 3-də olacaq cənub. Bir cavabımız var. Bəli, C variantı doğru cavabdır. Qlobusda yerin mərkəzindən keçməklə 30 cənub enlilik 40 şərq uzunluğundan keçən oğun uç tərəfi hansı coğrafi koordinatı çıxardır? Deməli, bunların əks paraleli və əks meridianı tapmalıyıq. 30 cənub enliliyinin əksi 30 şimal enliliyidir. Deməli, 30 şimal enliliyi olacaq cavabımız. 30 şimal enliliyi. 40 şərq uzunluğunun əksi isə deməli, 180-dən 40 çıxanda neçə qalır? 140 qərb uzunluğu. 30 şimal enliliyi, 140 qərb uzunluğu doğru cavab D variantı olacaq.